Salam, hər vaxtınız xeyirli olsun. Uşaqlar, bizim bugünkü mövzumuz həyat bilgisi 1-ci sinif dərs 9 fəsillər mövzusu olacaq. Təbiət çox dəyişkəndir. Fəsil, qar, yağış, dolu, külək, bəli. Görüşləriniz haqqında danışın. Sizcə şəkillərdə dəyişən nədir? Gəlin baxaq uşaqlar. Birincisi qardır, yəni qarlı havadır, qış mövsümünə, qış fəslinə aiddir. İkinci şəkil yazdır, yaz fəslinə aiddir. Havalar yenicə açılır və çiçəklər açılıb, hər yer yenicə yaşıllaşmışdır. Üçüncü şəkildə artıq meyvələr gətirib, meyvələr də bildiyimiz kimi yayda yetişir və beləliklə yay fəsli olmuş olur. Dördüncü fəsil isə payızdır. Artıq ağaclar öz yarpaqlarını töküb və ətraf yaşıllıqdan çevrilib sarıya. Bu dəyişikliklərin səbəbi necə izah edilə bilər? Fəsillərin dəyişməsi ilə canlıların həyatına hansı dəyişikliklər baş verir? Uşaqlar, hər mövsümün öz xüsusiyyəti mövcuddur və bunun əsas səbəbi günəşin zenitdə dayanmasından bağlıdır. İndi siz onu irəlidə keçəcəksiniz. Günəş tez-tez yerini dəyişdiyi üçün, şimal qütbündə qış olduqda, cənub qütbündə yay olur. Şimal qütbündə payız olanda cənub qütbündə yaz olur. Yəni 6 ay bir-birlərindən fərqlidirlər. Deməli, bunun əsas səbəbi dediyim kimi günəşlə bağlıdır, təbii ki. Əksi halda bu hər zaman yaşıl qalan bitkilərimiz ola bilərdi ki, həmişə yaşıl bitkilər o ayrı məsələ, bu mövcuddurlar. Sadəcə yay fəsli olan, sadəcə yaz fəsli olan ölkələr də var. Canlıların həyatında necə dəyişilir? Bəli, canlılar artıq hər fəslə uyğun hərəkət etməli olurlar. Qışda qalın geyinər, soyuqdan qorunar. Yazda yenidən doğmuş kimi olurlar insanlar, digər canlılar. Çünki təbiət yenidən oyanar. Yayda qış üçün tədarük görərlər. Meyvələri, tərəvəzlərdən müxtəlif məmulatlar hazırlayarlar. Bundan başqa gəzintiyə çıxarlar, səyahət edərlər, dənizə gedərlər və s. Payızda isə sadəcə payızda həmin tədarükləri qış üçün tamamilə uyğunlaşdıra bilərlər və payızda xüsusi ediləcək bir şey yoxdur. Dediyim kimi, sadəcə artıq təbiət oyanmaqdan daha çox yuxuya doğru gedir. Qışda da dediyimiz kimi insanlar sürüşər, qartopu oynayar, yəni qorunar soyuqdan və s. Sizcə oğlun havaya uyğun olaraq hansı geyim geyinməlidir? Təbii ki, ətrafda qar var, qara uyğunda, yəni soyuqdur, deməli batinka geyinməlidir. Yəni biz buna deyirik, deməli uzun boğaz çəkmə, amma belə qalın çəkmə olacaq. Sonra paltosunu geyinməlidir, boğazına şərf taxmalıdır, başına papaq qoymalıdır və kepka olmaz, papaq olmalıdır və bir dənə də çətir ola bilər ki, yağış həddən çox yağsın. Sonra da, daha doğrusu qar həddən artıq çox yağsın və istifadə eləməyi üçün. Aşağıdakı geyimlərin hansı fəsilə aid olduqlarını deyək. Palto qışa aiddir, papaq qışa aiddir, gözlük, günəş gözlüyüdür, yaya aiddir. Çətir əslində payıza aiddir. Yaza aid olanı dedim, yaza aid olan gözlüyüdür, yaya da bir dənə kepka ola bilər, şapka. Uzun boğaz çəkmədə yenə dediyim kimi qışa aiddir. Qışa aid olanlar palto, papaq, bu uzun boğaz çəkmə, yaya aid olan şapka, yaza aid olan gözlük və deməli ən çox istifadə olunan bu çətir də payızda istifadə olunur. Gəlin araşdıraq. Təsəvvür edin ki, fənər günəşdir. Onun işığını qlobusa düşdüyü yerdə gündüz olacaq, yoxsa gecə? Əlbəttə ki, gündüz olacaq. Çünki gün işığı düşürsə, deməli olacaq nə? Təbii ki, olacaq yaz. Yəni, daha doğrusu gündüz. Yəni, günəş işığı düşürsə, bu avtomatik olaraq gündüz olacaq.
Digər hissəyə dünyada elə yerlər var ki, orada fəsillərin dəyişməsi hiss olunmur. Məsələn, Antarktida həmişə şaxtadır, doğrudur. Məsələn, Antarktida həmişə şaxtadır. Latın Amerikası ölkələrində hər zaman yaz, yay fəsli olur. Yəni orada payız, qış olmur. Belə. Təbiət də fəsillərdən asılı olaraq dəyişir, düzdür. Belə uşaqlar, inşallah ki, bəyənmiş olarsınız. Sizinlə bu dərsi də izah elədim, əyləndim. Əylənərək, bir şeylər öyrənərək, yenə sizə də öyrədərək bir şeylər izah etdim. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.